Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inna astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Sözsüz ki, qardaşlar, ilk olaraq Allah subhanahu wa ta'ala sonsuz sayıda şükürlər olsun ki, Rəbbimiz bizi burada, bu mübarək torpaqlarda birləşdirib, cəm eləyibdir. Bu, yəni, sevincin üstünə sevinc gətirir. Onun üçün, qardaşlarla görüşmək, bir yerdə olmaq, bu böyük bir neymətdir. Çox belə insanın qəlbinin asası bir, yəni ki, insan o duyğuları istəyir. Amma o ki, qaldı ki, o sevincin də üstünə gəlir, üstəlik, yəni, sasis hesabsız olan sevinç ki, bu mübarək bir yerdə Allah subhanahu ta'ala bizi cəm edib. Neçə insanların yəni bu böyük bir arzusudur. Düzdürmü? Amma Allah subhanahu ta'ala onu bizə veribdir. Görürsən, insanlar var ömür boyu, yalnız nədə televizorlarda, şəkillərdə görürlər buranı. Allah subhanahu ta'ala bizə nəsib edibdir və gəlmişik. Və bu, yəni, bu gəlişi də, necə ki, dəfələrlə deyə Allah'ın izniyle bunu dəyərləndirmək lazımdır. Ki, Allah subhanahu ta'ala bizi müvəffəq edib. Bunu dəyərləndirib, bu günləri gözəl şəkildə keçirmək. Görürsünüz, artıq gün hicrin neçəsidir, 5-idir, 6-sına keçir, düzdürmü? Artıq nədir? 2 gün, yəni 2 günümüz qalıb. 2 gündən sonra artıq başlayacaq həc günləri. Və elə də elə o həc günləri elə keçəcək ki, elə biləcək ki, bir neçə saat, bir neçə dəqiqə olmuşuq burada. Ona görə, bu, nəinki bu günlər, bizim ömrümüz belə keçib. Yəni, içimizdən yaşlı insan belə soruşsan, bizə ki, bir neçə il bundan qabaq sanki, və yaxud bir neçə gün bundan qabaq, bir neçə saat onu sanki elə bilir ki, bəli də, bu cavan idim. Düzdürmü? Və bu da belə insan, ona görə ki, bu dünyadan köçəndən sonra artıq necə olacaq? Yəni, ondan soruşulanda nə qədər qaldın orada? Deyəcək, bir gün, 2 gün belə. Amma ki, ona deyiləcək ki, yox, sən orada çox qaldın həqiqətən. Yəni, insana belə gələcək. Artıq 60 il, 70 il keçir, belə bilsin, sanki saatlar keçib, günlər keçibdir belə. Çox az gəlir adamın. Və o ki, qalır ki, bu günlər, yəni salmış günlərdir. Necə də, yəni tez keçəcək. İnsan nə etməliyik? Yəni özümüzü, yəni bizə lazım olan şeylərlə məşğullənməliyik. Yəni ibadətdən, zikirlə, Quranla. Çünki bu çox böyük əzəmətli günlərdir. Və biz üstəlik də o əzəmətli günləri hardayıq? Böyük bir mübarək bir yerdə. Yəni buradan o aynası yoxdur. Yəni ən mübarək yer. Yəni, buradan, hara var buradan əfsəl yer? Var dünyada, yəni buradan əfsəl yer yoxdur. Yəni, bunu dəyərləndirməliyik. Dəyərləndirməliyik. Yəni, dəyərləndirməliyik, necə, yəni o verilən bizə vaxtı boş-boş keçirməməklə. İbadətlə, itaətlə, zikirlə, nə bacarırsa onu, Quran oxumaqla, nə billik onu. Bilmirik, əlhəmdülillah, kifayət qədər vaxtımız var burada, öyrənə də bilərik Allahın izni ilə. Yaxşı, bəs görürsünüz ki, bəzi hallarda necə olur? İnsan qaflətə düşür. Yəni, insan necə olur? Yəni ki, sanki unudulur. Artıq yəni gedirsən də belə unudursan. Ola bilsin, danışmağa başlayırsan nədənsə, ola bilsin, nədənsə məşğul olsan, bilirsən, artıq yorulmuşsan, yatmaq vaxtıdır. Yatdın, durdun və elə görürsən, günlər keçib gedir. Bu nədəndir, kimdəndir? Sözsüz ki, bu şeytandır. Nə edir şeytan? Şeytan yəni qoymur. Şeytan, qardaşlar, yalnız insana yəni ki, bilməyin ki, insanı yalnız günahlara salmaqla məşğuldur. Yəni, bəli, əsas məsələsi odur. Amma sənin bugünkü gündə o gəlib şirkə salanmayacaqdır. Düzdürmü? Allahın izni, əlhəmdülillah, hər birimiz bilir ki, gelib qəbirdən istəmək, ağacdan istəmək və yaxud da Allah qorusun, bilirsən ki, böyük günahları, düzdür, gelib onu düşməyəcəksən. Nə edir səni? Məni çalışır ki, artıq o böyük əməllərdən ən az aşağı salsın. Artıq gör, günaha sala bilmir, yenə də əl çəkmir. Artıq nə edir? Artıq bizi böyük, məsələn, müvəffəqiyyətdən salır aşağı və yaxud heç nəyə. Başlayırsan artıq elə şeylərə məşğul olmağa ki, günah da olmasa, amma səni xeyirdən uzaqlaşdırır. Biz baxsaq, Əraf surəsinin 16-cı ayəsinə, yəni ondan qabaqçı ayə ümumiyyətcə, yəni məsləhət görərdim ki, 12-ci ayədən və Əraf surəsinin
və sonra növbəti ayələrini oxuyasınız. İndi vaxtımız az olduğuna görə, yəni orada Allah Subhanahu wa Taala söz ki, 12-ci ayə deyir ki, nə idi sənə də mane olan mənim əmrimə qarşı çıxmaq, yəni səcdə eləməməyin, nə idi? O da deyir ki, mən ondan daha xeyirliyəm. Kimlə? Şeytandan. Birincisi, yəni bunu nə oldu? Cənnətdən uzaqlaşdıran təkəbbürlük. Nə fayda çıxır buradan? O fayda çıxır ki, yəni təkəbbürlü insanın ondan tövbə eləməsə, yəni cənnətə düşməsi problem olacaqdır. Yəni təkəbbürlük. Sözsüz ki, indi burada ola bilər insan insana gəlsin və onun tövbə eləsin, Allah'a sığınsın, ayrı məsələ. Bir var, insanlar var ki, həqiqi mənada təkəbbürlüklərindən hətta belə səcdəyə belə getmirlər. Düzdür, bu odur da artıq. Yəni, həmən o şeytanın təkəbbürlüyündən. Və sonra isə deyir, yəni mən ondan daha xeyirliyəm, məni oddan yaratdın, onu torpaqdan. Bizə lazım olan, yəni sözsüz hamısı bizə lazımdır. Quran ayələri, sazlar bizə indi fayda olaraq deyirəm. Allah Subhanahu wa Taala deyir ki, mənə deyir, möhlət ver. Nə vaxtı kimi? Onları dirildəcəyin günə qədər. Yəni qiyamətə kimi. Nə vaxtı kimi gör möhlət istəyir? Qiyamətə kimi. Qiyamət qopana kimi möhlət istəyir. Və Allah Subhanahu nə deyir? Deyir, şübhəsiz sən deyir, möhlət verilənlərdənsən. Artıq möhlət verildi sənə. Və sonra nə deyir? Sənin deyir, düz yolunda oturub, onları oradan saptıracağam. Bu hansı ayədir, qardaşlar? 16-cı ayə. Sən deyir, məni deyir, yoldan çıxartdığın kimi, yəni burada nədən? Yəni cənnətdən çıxartdığın kimi. Mən də yəni sənin düz yolunda oturub, yəni o düz yolun üstündə oturub onları o haqq yoldan azdıracağam. Və bizə lazım olan qardaşlar buradır. Deməli var, görürsünüz, düz yol. Və o düz yola kim oturur? Şeytan oturur. Deməli bax, var Allah'a itaət, var şeytana itaət. Deməli, bir insan əgərlərim düz yoldan getmirsə, oradan çaşırsa, kimə itaət eləmiş olur? Şeytana. Şeytana itaət eləmiş olur. Və o orada oturub, nə inir səni, məni, yəni çalışır ki, o yoldan çaşdırsın, azdırsın. Yəni, bu yalnız günahlardan da bəyəm, əlbəttə ki, yox. Görürsən, bəzi insanları oturur, nə inir? Bidətə salır. Bidət də böyük günahlardandır. Və həmçinin də ki, bidət elə bir günahdır ki, yəni Allah Subhanahu wa Taala'nın bağışlanmayası bir günahlardandır. Niyə görə? Ona görə ki, baxın qardaşlar, Şeyx Rabi Hafizəhullah demək, bidət barəsində nə deyir? Bidətçi demək nə eləyir? Bidətçi, birincisi deyir Şeyx Hafizəhullah, Allah Subhanahu wa Taala'nı cahillikdə iddia eləyir ki, Allah cahildir. Yəni, Allahda bu elm yoxdur. Ona görə çatmayıbdır bizə. Yeni eləyir da, düzdürmü? Bidət eləməklə onu deyir. Belə dilinə gətirməsiniz, əməllə onu deyir. Yəni ki, Allah cahildir. Allah sığınır bu sözdən. Sonra ikinci məsələ nədir? Və Allah Rasulü s.ə.v-i xəyanətdə yəni, ittiham eləyir. Ki, Allah Rasulü s.ə.v bunu bilibdir, bizə çatdırmayıbdır. Yəni, fikir verin. Ona görə də baxın, bu günah böyük günahlardan sayılır, bağışlanmır. Bu da şeytan, bax, nə inir qardaşlar? Bax, budur. Oturur insanları, kimi məsələsin, nə inir? Saptırır o yoldan, ümumiyyətlə gəlmir haqq yola. Heç namaza gəlmir. Heç ibadət gəlmir. Və sonra isə artıq ibadətə gələndən sonra yenə əl çəkir insan, əlbəttə ki, əl çəkmir. Sonra nə inir? Sonra artıq çalışırsan, o düz yolda olmayasan. Cənnətə aparası yolda. Biz yəni bilirik ki, səhih hədisdə Allah Rasulü s.ə.v nə dedi? Allah Rasulü s.ə.v deyir ki, mənim ümmətim, yəni hədisdə gəlir, yəni Yahudilər 71-ə, sonra Nəsranilər 72-yə və mənim ümmətim isə 73 firqəyə bölünəcək, düzdürmü?
73 firqəyə bölünəcəkdir. 73 firqədən də ki, deyir, biri cənnətə daxil olacaqdır. Yəni, 72 cəhənnəmə daxil olacaqdır. Sözsüz ki, bizim etiqadımıza görə o 72-nin hamısı əbədi cəhənnəmdə olmayacaqdır. Amma hansılar ki, alimlər təkfir ediblər, onlar əbədi cəhənnəmdə olacaqdır. Aydındır. Deməli, biz nəyə çalışırıq? Çalışırsan ki, o bir dənədən olasın Allahın izni ilə. Və bu da ki, çalışmaq yəni necə olmalıdır? Sözsüz ki, insanın elmi artdıqca olasın. Şimdi öyrənməliyik. Bu da elm öyrənmək də nədir? Allah yolunda elə döyüşdür və ən böyük əzəmətli döyüşlərdəndir. Çünki burada birbaşa şeytanla döyüş gedir. Hətta alimlər, yəni insan dini elmini artırırsa, o birisi döyüşdən daha şiddətli adlanırlar. Yəni Allah Resulü s.ə.v nə dedi, qardaşlar? Yəni elm, nə dedi elm? Yəni bir insan elmə çıxarsa nə olar? Fərqi yoxdur. Yəni cihad tez öz yerində. Sonra nə dedi? O insana cənnətin yolu asanlaşar. Düzdürmü? Və elm, qardaşlar, elmin diyarı yoxdur. Məkanı yoxdur. Düz əlhəmdə sözsüz ki, ən gözəl yeri buradır. Mədinə, Məkkə və sonra başqa məsələn ölkələr, alimlərin yanında. Düzdür, amma yoxdursa imkan getməyə və yaxud yaş artıq icazə vermirsin. Nə etməliyik? Cahil olaraq qalmalıyıq? Əlbəttə ki, yox. Olduğumuz yerdə çalışacağıq Allahın izni ilə. Yaxşı, bəs insan əgər bu yola müvəffəq ola bilmirsə nədir? Deməli, cənnətin yoluna. O yol ki, asanlaşır. Deməli, onda qayıtmalıyıq özümüzə. Ki, bizim hansı günahlarımızdır bizə mani eləyən ki, o yola müvəffəq ola bilmirik. Çünki bu artıq dedik, bu cənnətin yoludur. Cənnətə gedən yoldur. Cənnətə gedən yol asanlaşır onunla. Və biz də ola bilmirik. Görürsən, alsın əlinə Quran oxuya bilmirsən. Alsın əlinə Quran hərfləri öyrənə bilmirsən. Düzdürmü? Alsın əlinə ərəb dilini irəliləyə bilmirsən. Alsın əlinə hansı hədisi əzbərləyirsən, ola bilsin. Sonra artıq onun anlamına gəlmə müvəffəq ola bilmirsən. Amma biz, bu nədəndir? Sözsüz ki, çox vaxtı günahlardan olur. Və insan artıq öz nəfsinə qayıtmalıdır. Amma o ki qaldı, insan çalışır və dayanmır, amma ona az bir şey gəlir, bunun əcri daha çoxdur, savabı daha çoxdur. Çünki baxın, o boyutda alim, Şeyx Albani Rəhməllah nə dedi? Dedi ki, bu mən çıxdığım yolun sonu görünməyən bir yoldur. Mən bu yolda deyil, tıspağayam. Yəni, tıspağa yerişi yeriyirəm. Mən deyir, çıxmadım ki, bu yola, bu yolun sonuna çatmağa. Mən çıxdım ki, bu yola, bu yolda ölüm. Yəni, bax, insan çıxmısan, artıq öyrənirsən, öz vətənindəsən, elm alsan. Hara çatmağın Allahdandır. O müvəffəqiyyət Rəbbimizdəndir. Hara çatasın, o Allah bilir. Əsas o deyil hara çatmağın sənin. Əsas odur ki, o yolda olmağın. Haqq yolunda olmağın. Hara çatacaqsın, o Allahdandır. O Allah bilir. Ola bilsin ki, hətta belə, artıq sənin yaşın çox olsa, o yaşdan sonra belə alimlik səviyyəsini tutasan. Nə bilirsən? O qədər alimlər olub ki. Yəni, alimlər olub ki, 70 yaşında hafiz olublar. 70 yaşında. Biz oxuyanda bizim yanımıza 55 təvəllüdlü bir dayı gəlmişdi. Təsəlliyin. Yəni, elmin yaşı yoxdur. Çünki sahabilər də belə olub. Hamısı bəyəm cavan hidayət olublar. Əlbəttə ki, yox. Yaşlıları da olub, hidayət olan, cavanları da olub, uşaq da olub. Və belə, deməli, birinci nədir? Birinci odur ki, qardaşlar, bu danışdığımız şeylərdən fayda. Odur ki, yəni, bu yolda şeytan oturur. Və bu yoldan əgərlərim çıxırsansa, deməli, Allah subhanahu wa ta'ala əmrindən çıxırsan, şeytanın əmrinə tabi olsun. Hansı günaha meyilləndinsə, elədinsə onu, bil ki, əminliklə artıq Allaha itaətdən boyun qaçırıb, kimə? Şeytana itaət elədin. Şeytan oturub o yolda. Düzdürmü? Deməli, bu da belə, bax, bu yolda da elə artıq bu böyük bir cihad alınırsa, elm almaq, öyrənməyimiz, deməli, şeytandır. Şeytanla döyüşsən. Oturubdur, qoymur səni getməyə və yaxud çətinləşdirir.
O demək deyil ki, qardaşlar, biz hər bir şeyi tullayaq və ruzi qazanmayaq və s. Axır gələk ancaq neynəyək? Oxuyaq və məsciddə olaq. Nə gözəl olardı, amma əlhəmdülillah o da bir ruzidir. Allahdan o da bir haqdır bizim üzərimizdə. Hərə bir ailə sahibidir. O ayrı məsələdir. Bunu heç kim demir. Yəni biz əlhəmdülillah sufilik həyatı yaşamırıq ki, Allah qorusun. Biz bilirik ki, sahabələr də işləyibdir. Hətta necə işləyiblər? Yarı gün birisi işləyib, o birisi yarısını başqası işləyibdir. O yarı gündə öyrənən Peyğəmbər s.ə.v yanında o birisi işləyənə gəlib danışardı. Sonra o birisi gəlib işləyərdi, o öyrəndi ki, ona danışardı. Və Allah subhanahu necə də bərəkət verirdi. Və həmçində bərəkət onda deyil də ki, yəni necə insan çox işləməyində. Məsələn, bir şeyx misal çəkirdi, bir dəfə bizə dərsdə. Biz deyirik ki, Quranda bərəkət var. Deyir, mənim cibimdə indi bizim dildən deyək də 50 manat pul var. İndi orada ərəb pulu deyir. Deyir, 50 manat pul var. Bərəkət var nə deməkdir? Yəni, mən indi Quran oxuyuram, birisi deyəcək ki, indi 50-100 olacaqdır. Əlbəttə ki, yox. Və yaxud da 10 manat var, bu 20 manat olmadı. Bu deməli, bərəkət olmadı. Əlbəttə ki, yox. Bərəkət demək nədir, qardaşlar? Allah subhanahu teala ona bərəkət verir. O 50 manatı ilə bərəkət verir. O 50 manat sənə elə olur ki, ola bilsin ki, o birisi şəxsin cibində 2000 var. O 2000 o 50-nin yerində heç olmur. Allah subhanahu bərəkət verir ona. Və bu, mən elə gəlir ki, hər biriniz hiss eləmişsiniz bunu. Təsəvvür edək, Quran oxuduqsan, adi Quran oxuysan, adi deyil, yəni oxuysan, yəni, onda elə bərəkət var ki, elə güc qüvvət enir ki. Hətta belə Quran məktəblərində, ərəb ölkələrində, xüsusi olaraq onlara həftədə 2 dəfə, 3 dəfə neyinirlər? Yəni, ya üzvçülük təyin edirlər bir gün futbol təyin edirlər, başqa ki, o energiya onların istərindən çıxsın deyə. Yəni, nə qədər yəni o Quran onlara bərəkət verir. Deməli, bu yol cənnətə aparılan yoldur. Bunu biz bildik, düzdürmü? Deməli, burada şeytan deməli var, Allahın izni ilə. Və biz də ki, çalışmalıyıq irəliləməyə. Və yaxşı, bəzi hallarda görürsən ki, insanlar neynirlər, qardaşlar? Məsələn, o yaxşı ilə pisi seçə bilmirlər, aid elə bilmirlər. Hətta görürsən insandır, sən ona pis şey deyirsən ki, bu pis şeydir, düzdür, o onu görə bilmir. Ona o yaxşı kimi baxır. Və yaxud da ki, deyirsən, bu xeyirdir, xeyrə də ki, xeyir kimi baxa bilmir. Onu pis kimi görür. Və bu nədəndir? Şeyx Sədi Rəhimullah hamımızın bildiyimiz surə Nəs surəsi. Onun təfsirində bunu açıqlayır. Açıqlayaraq nə deyir? Şeyx Rəhimullah birincisi, necə bilir ki, bu surə bütövlüyü ilə sığınmaq surəsidir. Nəyə sığınmaq? Və yaxud da kimlə? Və kimə? Şeytandan Allah subhanahu teala sığınmaq. Və sözsüz sığınmağın da qaydaları var. Elə belə olmur. Məsələn, deyən, Əuzubillahimineşşeytanirracim və qutarı getdi. O asıl bir şey deyil, deyizik onları. Allahın izni inşallah. Yəni, burada indi surənin mən tam təfsirini eləmirik. Yəni, kimə sığınırıq? Yəni, aləmlərin Rəbbinə, insanların Rəbbinə, düzdürmü? Və hər bir məxluqatın Rəbbinə, ilahına. Nə ilə sığınırıq? Allaha, yəni şeytandan sığınırıq. Hansı ki, kimdir, qardaşlar, o şeytan? O şeytan bütün şərrin əsasıdır. Nə şər varsa, bil ki, o şeytandandır. Nə şər var, hamısının əsası odur. Şeytandandır. Və nə edir? O vəsvəsə verir insanların qəlbinə. Və şeyx görün nə deyir? فَيُحَسِّنُ لَهُمْ şər. Deyir, onlara deyir, şəri deyir, bəziyir, gözəlləşdirir. Sən deyəcəkən ki, qardaş, bu şərdir. Ay qonşu, bu şərdir. Getmə bura, o onu görə bilmir. O onu yaxşı görür. Onun yaxşı görmək nədəndir? Şeytanla. Deyirsiniz, təəccüblənirsən. Necə olur, subhanallah, bu şərdir da. Əlhəmdülillah, birincisi onu görəndə Allaha həmd şükürlər elə. Ki, Allah subhanahu teala sənə o şəri şər kimi görmək, xeyri xeyri kimi görmək vəffəq eləyibdir. Buna böyük bir şükürə
Yəni sözsüz bir Allah Subhanahu nə qədər şükür etsək, yəni onun şükrünü ödəyə bilmərik. Amma o özü bir böyük bir nemətdir artıq. Sən deyirsən insana ki, qardaş bu şərdir və yaxud da bu məclis şər məclisidir və yaxud bu məclisə getmə, düzdürmü? O onu görə bilmir. Sən artıq bunu görmürsənsə, bu artıq böyük bir nailətdir. Allah Subhanahu taala. Deməli, nə edir? Birinci, şəri bəzəyir. Baxın, qardaşlarım, o şəri bəzəməklə ondan əl çəkir. Öyle bir bəzədi belə, qutardı misalsına. İnsan da bəzənmiş gördü, qutardı. Bir gözəl bir şey, məsələn, pis, yəni şər idi, yaxşı görüb qutardı. Ondan qutarsaydı, yenə də yaxşı olardı. Dayanmır. Nə edir? Və onlara o şəri tamamilə başqa bir gözəl surətdə göstərir. Bax, qısa olaraq bir misal. Bir insanımızdan üzr istəyirəm. İnsanın evdə halalı var. Düzdürmü? Nə edir insanlara? Çöldə məsələsini, ona haramı bəzəyir. Başqa surətdə göstərir. Meyillədir ona. Ha, budur. Düzdür, bax, görsən, şər də artıq, şəri neynədir? Bəzədir, sənə gözəlləşdirdi onu. Halbuki evdə halalı var. Onu başqa gözdə göstərdi. Bunu başqa gözdə göstərdi. Sonra nə edir, qardaşlar? Yəni, yenə də əl çəkmir. Onların, yəni, onun iradəsini artırır. Yəni, o feylə, o hərəkəti eləməyə iradəsini artırır. Daha çox elə bil ki, və güc, qüvvətli eləyir onu, ona yönəlməyə. Yenə də əl çəkmir, təsəlliyin. Sonra onlar nə edir? Sabit eləyir. Sabit eləyir ki, o şərə meyillənsin. Deməli, bu nə idi? Şər. Şəri bəzəyir, gözəl göstərir. Sonra Şeyx Rəhməllah nə deyir, qardaşlar? Həmçinindəki xeyri belə eləyir. Xeyri əksinə şər kimi göstərir. Və ona bəzəyir, başqa surətdə göstərir. Burada nə edirdi? O pis işi gözəl göstərirdi. Düzdür? Və onun iradəsini artırırsa onu eləsin. Sonra nə edir? Qardaşlar, diqqətlə buna diqqətlə qulaq asın. Sonra nə edir? O xeyri bəzəyir, pis surətdə göstərir və ondan uzaqlaşmağa onu sabit edir. Bax, şeytan da ki, bax, qardaşlarım, bax, belənçinədir. İşi ancaq budur. Yəni, ona görə ki, bəzi insanları görürsən, yəni təəccüblənmə, bil ki, şeytandır. Çünki insana nə eləmək lazımdır? Yəni, bacarmaq yavaş-yavaş zikirlər, yəni tamamilə cahildirsə də belə. Və sonra misalların izni dua eləmək ki, Allah Subhanahu onun qəlbini açsın və s. Və bu da ki, qardaşlar, belədir. Əlhəmdülillah, Rəbbimizə şükürlər olsun. Allah Subhanahu görürsünüz, bizim vəffəq eləyikdir, gəlmişik bura. Və burada da artıq nə edəcəyik? Yəni, yalnız xeyrə yönələcəyik, çalışacağıq, xeyr iş görəcəyik və bir-birimizi ona sövq eləyəcəyik. Və indi qabaqda biz Allahın izni ilə həcc gözləyir və orada böyük bir səbrə ehtiyac var. Qoymayacaq ki, şeytan bizim savabımızı azaltsın, əlimizdən alsın. O yolda olacaqdır, elə belə qoymayacaqdır, qardaş. Sən bu həccinlə Allahın vəffəqəti ilə cənnəti qazana bilərsən. Yəni, anadan olmuş uşaq kimi qayda bilərsən, qoyar onu, qoymur. İştəcək sənə gələcəkdir. Filankəs bunu dedi, filankəs haqqını tapdaladı, get al ondan haqqını, get neynə və s. Əlhəmdülillah, haqqını tapdalanır, vallahi ki, haqqını alacaqsan. Mümküniyyət yoxdur. Zülm olub sənə, o zülmün də qarşısı veriləcəkdir. Amma sən ona qarşı çıxsan, bu əldən geçəcəkdir. Düzdürmü? Və əlhəmdülillah, qardaşlar, bax, qısa da olsa bu idi Allahın izni ilə. Yəni, bu məsələ elə belə məsələ deyil. Və insan, bir dənə misal çəkim sizə və insan necə sıxınmalıdır Allah Subhanahu Teala. Və tutaq ki, insan deyir ki, mən Allah'a sığınıram, faydası yox. Gedib oturur, misal üçün, harada, deyək ki, hansıda molda, fitnə fəsad olan yerdə və deyir, əvuz billəmiş tanırcım. Olası bir şey deyil, axı, qardaş. Sən ged fitnənin ortasında otur və deyilən ki, Allah'a sığınıram mən. Necə sən Allah'a sığınırsan? Sən düzgün sığınmırsan Allah'a. Düzdürmü? Və yaxud ged otur bidət əhliyle, deyilən mən Allah'a sığınıram. Onun şərindən, onun bidətindən. Yəni, olası bir şey deyil. Yəni, səbəblərdən yapışacaq. Xeyri insanlarla olacaq. Şərri insanların uzaq olacaq.
Və insan baxmalıdır ki, kimlərlə dost eləyir. Çünki kişi dostunun dinindədir. Baxmalıdır yanında olanlara, kimdən dostluq edir, kimdən oturur, durur, kimdən çörək yeyir. Mütləq bunlara baxmalıdır hamısına. Mühümdür bu, qardaşlar. Biz hətta belə, yəni dini tam bilməyəndə belə böyüklərimizdən bunu görmüşük. Həmişə bunu bizə öyrədiblər. Atalarımız, babalarımız ki, bax gör kimlə dostluq edirsən, bax gör kimlə yoldaşlıq edirsən, bax gör kimlə səfərə çıxırsan. Bunlar hamısı elə belə şeylər deyil ki, dinimizdən gələn şeylərdir. Onlar dini bilməsəkləri gəlmişdi belə, əlhəmdülillah. Bu da biz də ki, necə ola bilər ki, dini bilə-bilə bunları tətbiq eləməyək. Allah daha doğrusunu bilir, Allah subhanahu bizə istifadəni eləsin. Allah subhanahu diləyirəm ki, hər birimizdə qardaşlar məqbul həzz nəsib eləsin. Allah subhanahu bizim burada tam günahlarımızı bağışlanıb, qaydan qullarından eləsin. Və Allah subhanahu harada nə xeyirlər var, hamısını sizin vəffəq eləsin. Allah subhanahu sizə, ailənizə, yaxınlarınıza bərəkət versin. Və Allah subhanahu diləyirəm ki, bizim ölkəmizi qorusun və millətimizə, xalqımıza hidayət versin. Bizim ölkəmizdə olan xəstələrə və sonra qeyri-müsəlman ölkələrində olan xəstələrə şəfa versin. Və Allah subhanahu kimlərsə bizim ölkəmizdə, ölkə başçımıza hilələr qurur, Allah subhanahu özü onun qarşısını alsın. Və həmçində ki, Allah subhanahu dövlət başçımıza düzgün şəkildə qərarlar verməyə kömək olsun, vəffəq eləsin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.